Hər kəsə salam. Artıq bir neçə gündə qərar vermişəm ki, YouTube-da kanal açım və orada olan vloqlarımı daha uzun versiyada orada paylaşım. Ümid edirəm ki, paylaşaram. Bir neçə gündür rayondaydıq. Rayon vlogu çəkmişəm sizlər üçün. Necə çəkmişəm, nə etmişəm, nələr çəkmişəm. Hətta paylaşıb paylaşmayacağımı da bilmirəm. Biraz ani qərar verəcəm yəqin ki. Bir neçə gündür artıq rayondaydıq. 2 gündür rayondaydıq. Bugün gəlmişik. Gələn kimi işə gəlmişəm. Namazlarımı qılmışam, işlərimi görmüşəm və axşam da çıxacam. Yəqin ki, bunları çəkərəm, birləşdirərəm. Bilmirəm, videonu əvvəlinə qoyaram, sonuna qoyaram. Hələ ki, YouTube videosu montaj etməmişəm. Bilmirəm necə çıxacaq. Amma istəyirəm ən azından yaxşı da olsa, pis də olsa paylaşım ki, bundan sonraki zamanlarda mənim üçün bir motivasiya olsun. Deməli, rayona getməkdə məqsədimiz əsas bu idi ki, mənim otağımda, hal-hazırda Bakıda qaldığım otaqda bir çox istifadə etmədiyim əşyalar var idi və mənim otağımda çox böyük bir yer tuturdu. Həsənlə fikirləşdik ki, 2 günlük rayona gedək, həm bəzi işlərimiz vardı, onları görək, həm də əşyalarımızı yerləşdirək. Bir çoxu cehizlərim idi, bir çoxu isə alıb istifadə etmədiklərim, yəni ildə bir dəfə istifadə edim və s. bu kimi əşyalar idi. Hal-hazırda demək olar ki, hamısını kravatın altına yerləşdirmişik, daha doğrusu Həsən yerləşdirib. Bəzi böyükləri isə, bəzilərini isə kravatın yanında bir yer var idi, ona qoymuşuq. Mən isə kiçik işlərlə məşğul olmuşam, ancaq mini toz almalar, təmizləmələr və dizayn işinə baxmışam. Geri qalan nə vardısa sağ olsun hər birini Həsən düzəldib. Bu əziz arkadaşlar, qarağa ağac. Hala qarağa. Bugün gəlmişik Neftçalıya. Bura cəngəllik basıdır. Buralar üzə cəngəllik. Cəngəllik. Bu albalı. Albalıdır, amma az albalıdır. Ne üçün? Çünki dərbi yiyib onu. Kim dərbiyib? Bax, bura bizim həyətimizdir. Bunu kim dərbiyib? Bura haradır? Bəs orada. Əyildim. Orada şey var. Nədir bunlar? Nədir bunlar? Mən bağımızın bu tərəfindən keçməmişdim. Bura qonşumuzun həyətidir, amma qonşu deyil, qohumdur. Ağacı əvvələn yiyib. Baxın. Albalılara bax. Bizim də o. Hadi çıxaq yeyək. Girib dərərəm. Hadi yiyelim. Hələ yox. Nə üçün? Birazdan? Birazdan yığaram, hava yaxşı olanda. Tamam, indi aşırı istidir. İndi şeyi göstərə bilərik biz izləyicilərimizə. Nə idi onun adı? Bayaqki ağacının adı. Portağal ağacı bu. Qoz ağacı. Bu nədir bəs? Alçadır bu. Alçamız da var. Keyfiyyətsiz alça. Bəs keyfiyyətli alça hansıdır? Qəşəng alça tapdım. Ay, çox qəşəngdir. Şifa olsun. Necə gözəl belə topa-topadır bunların üstü, Həsən? Bu nə ağacıdır bəs? Cavalı, göyəm. Bitməyib. Yox, göyəm biraz gedir. Maalesef tadına bakamayacağız. Hələ tam mövsümləri olmadığına görə hər biri həm təzə bitib, həm də ki armud ağacıdır bu. Gedək bizə portağal ağacı haqqında da məlumat verir, zəhmət olmasa. Hansı illərdə əkilir, kim tərəfindən əkilir? Portağal ağacı 2011-ci ildə mən tərəfindən əkilir. Şəxsən və bizzət mən. Bunu gətirəndə bax balaca idi. Bu böyüdü, harasa getdi. Belə qalxdı. Məhsul verəndən sonra. Məhsul verdi? Üstündə bir 20-30-a yaxın portağal var idi. Portağal. Wow, 20-30. Ondan sonra da qış olanda şaxtada yandı. Asa kəsdi, təzədən düzəri bindi.
Əsas odur ki, məhv olmayıb. Məhv olmayıb, yox. Kökü qəşəng sağlamdır. Kök sağlam ondan sonra yanmır bu. Başqa bir bədəndə geri dönəcək. Qəşəng. İkinci dəfə deriləndə qəşəng bir məhsul tökəcək. Bu da qoz ağacıdır. Aha, bu kim tərəfindən neçənci ildə əkilib. Bu da sənin kimisən. Yeni vaxt əkmişəm. Aha, bu da 2011. 14 il eləyir, düzdür? 14 ildə. Nəyə görə hələ meyvəsi yoxdur? Bu 15 ilə daha yaxın böyümə prosesi gedir, ondan sonra meyvə verir. Çətin ağacdır. 7 ilə böyüyür, 7 ildən sonra da başlayır meyvə verməyə. Üstündə 3 dənə, 4 dənə, 15 ildən sonra normal olaraq meyvə verməlidir. Gələni verməlidir. Neden? Hələ balacadır. Ona görə balacadır ki, biz bunlara baxa bilmirik. Burada yaşamırıq deyə. Əslində baxsaq, məncə daha yaxşı olar. Məncə təzə qoz ağacını da göstərə bilərsən zəhmətlə. Neçə vaxtdır? Bir aydan yuxarıdır, hə? Sən onu Bakıda cüzərdib. Qozu hardan gətirmişdin? Naxçıvandan. Naxçıvandan? Qozu oradan tapdın. Naxçıvan hardan tapdın? Naxçıvandan. Kim verdi o səhər? Bu deməli bir ay zəhmətlə olub. İnşallah gələn səfər, əgər bu şey olsa, nədir onun adı? Bir dəfə də belə əkəsi olsan, onun videoya çəkərik, paylaşarıq. Kim istəsə, rayonda falan yaşayanlar. Amma yəni bunun həqiqətən bir aya bu qədər olacağını mən bilmirdim. Həsən bunu çox zəhmətlə əkdi və bina evində Bakı kimi bir yerdə əkib. Bu da qaynananın gülləri. Nə qədər Bakıda da yaşasaq, ayda ildə bir dəfə də gəlsək, işləsək də, yenə də çalışırıq ki, bağçamız qəşəng olsun. O nə gülüdür? Azan gülü. Bu da azan gülüdür. Axşamlar açır. Daja azan vaxtları açır. Burada da azan çalanda bu bunu eşidir. Çünki yaxında məscid var. Mən axşam gələndə, biz gecə gəldik onda falan. Bunlar bayağı belə şux formada açılmışdı. İndi isə belə biraz boyunları bükülüb. Sabah solğun şəkildə olan güllər. Demək olar ki, azana bir dəqiqə falan qalıb. Necə gözəl açıblar. Merhaba. Hay. Qəşəng pişirsən, amma həyasızsın. Rayon vlog değil. Rayon vlog. Hara gedirik? Rayona. Rayona gedirik. Bura rayon sayılır. Yox. Bura hal-hazırda kənddə düzdür. Yox, Qobadır bura. Zamanında yandı. Amma Nizə ilə qırılır. Ay Həsən, onu demək istəmirəm. Bu arada cəmaatlar mənim sözümdür. Həsən məndən oraya geçəcək. İndi biz Neftçalanın Həsənabad kəndindəyik. Qəsəbə kəndi. Qəsəbədir bura. Bəli, Böyük olanda şey olur, qəsəbə olur. Balaca olanda kənd olur. Həsənabad qəsəbədir. Burada yine bir Həsənabad qəsəbədir. Aydındır. Ən böyük qəsəbədir. Şeydir, vloqa baxanlar şey fikirləşəcək. Mən elə bir cahiləm, dünən dünyaya gəlmişim. Hər şey məlumatını Həsəndən alıram. Dedi bir markete alışveriş eləməyə. Biraz alışveriş eləyək. Axşam Smavar çayı içmək istəyirik. Smavar çayında da şirniyyatlar və s. lazımdır. Bir şey pisdir ki, mağaza insanın ayağının altında deyil, biraz uzaqdadır, qolum ağrıdır. Ona görə arkadaşlar kombinimiz dərsdir. Pitminit qədər dərs. Nədir? Pitminit qədər dərs. O nə demək? Hayır, yok. Həsən, arxana pitmot qaxtarır. Köpəklər var orada. Bura bizim eltimin həm də papaçeyin evidir. Mətbəxdə bir neçə eksiklərimiz var idi. Getdik Həsənlə mətbəx alışverişimizi etməyə və bundan əlavə olaraq qərar verdik ki, axşam Smavar çayı içməliyik. O qədər yol gəlmişik və buna görə də bir neçə belə şirniyyatlar aldıq. Bu arada hər ikisini də çox bəyəndim. Bruninin bənövşəyi versiyasını yemişdim, amma bunu yeməmişdim. Bunu da çox bəyəndim. Sonra isə belə həyətdə başladıq masa qurub çay içməyə. Mən var, al yəkəm şunun içində nə var? Ne olacak? Üf.
Hayırlı baş. Mənə icazə verməyib, özü velosiped sürən bir ədəd Həsən. Güzel mi? Bir gün ben de süreceğim. Sonra biz qalxdıq axşam namazımızı qılmağa. Namazdan sonra isə sərbəst bir formada düşdük. Dördümüz qaynatam, Eltim, yoldaşım və mən domino oynamağa. Bu arada o da Neftçaladandı və anası gilə artıq bir neçə günkü qonaq gəlmişdi. Eyni vaxtda təsadüf etməyimiz çox yaxşı idi. Bunlar ancaq şuka balığı var, turna balığı deyirlər. 11 ömür Onun baxım. içində plastikindən. Bu alladır onları. Elə bilirəm ki, balıqdır. Cumurlar və qəflətən yaxalanırlar. Bunlar isə sınqırovdur. O nə üçün? Gecə vaxtı görməyəndə və yaxud da ki, gündüz vaxtı bir iş görəndə, qırmaqlara baxa bilməyəndə səs salaraq bildirir ki, yəni balıq var burada. Onu qoyuruq sizə. Onlar nədir? Cerbə oxşuyur. Onlar baravan. Ümumiyyətlə Həsənin ayrı bir sevgi və həvəsi var. Təbiətə qarşı, kənd həyatına qarşı və bunların arasında ən böyük hobbilərindən biri isə balıq tutmaqdır. Bu səfər düzdür balığa gedə bilmədi. İşlərimizlə əlaqəli və az bir müddətlik oradaydıq, 2 günlük. Amma belə səhv etmirəmsə qrovdur, bunların adı nədir tam olaraq bilmirəm. Onlar təmizləyirdi. Bəziləri var ki, jilkaları əyilmişdi, onları düzəldirdi. Bəziləri var ki, toz idi, yuyurdu, təmizləyirdi, silirdi ki, gələn səfər balığa gedəndə bunların hər birini aparacam. Və hər birinə qarşı o qədər böyük bir sevgi və belə həvəslə yanaşır ki, balıq tutmaq da onun ən böyük hobbilərindən və ən sevdiyi hobbilərindən biridir. Nəhayət 2 günün sonunda artıq 3-cü gündür bugün biz qayıdırıq Bakıya. Qayıtmaz Həsənin iş saatı məndən 1 saat sonra idi. O getdi evə əşyalarımızı qoymağa, mən isə tez getdim işə. İşdə bir neçə saat işlərimi gördüm, namazlarımı qıldım və iş çıxışı qərar verdim ki, bugün dayım qızı ilə görüşək. Neçə vaxtı görüşmürdük, çox yorğun olmağıma rəğmən. Görüşdük, acımışdıq. Başkənddə belə Sezar pizza yedik. Mən ümumiyyətlə həmişə Sezar pizza sifariş verirəm. Demək olar ki, ya və yaxud da Sezarın özünü sifariş verirəm. Təbii bəslənməyə üstünlük verdiyimə görə. Amma pizzanın nəyini çox sevdim? Belə çox yaxşı formadaydı pendiri. Onu çox sevdim bu arada. Sonra da molda belə gəldi. Mən doğulacaq qızım üçün bir neçə geyimlər baxmağa. Düzü geyimlər almışam, amma arada bəzən də baxıram ki, aralarında bəlkə sevdiklərim olar, bəyəndiyim olar ki, mənə sərf edib ala biləcəyim. Bir neçə geyimə də özümüzə baxdıq. Ondan sonra 28-də hava alıb evə qayıtdıq. Bugünlük bu qədər. Rayondan gəldim, işə getdim, işdən çıxdım. Getdik dayım qızı ilə gəzdik, yemək yedik, istirahət elədik. Biraz 28-də oturduq, hava aldıq, söhbət elədik. Yenə gedirik evə. Artıq saat 10-dur demək olar. Yəni sizlər üçün vlog çəkmişəm, bilirsiniz. Bilmirəm, qəşəng paylaşa biləcəm, alınacaq, alınmayacaq. Amma ümid edirəm ki, yaxşı olar. Ümid edirəm izləyəndə də ələnmiş olarsınız. Bəlkə də zamandan konseptlər dəyişər, dəyişməz, yalan deyərəm. Baxacam artıq istəklərə. Bugünlük bu qədər. Hələlik.